Yəni 18.000 manata siz bu günlərim gedib Masazırda, Xırdalanda hökməldi ev ala bilmərsiniz. Amma mən sizə Türkiyənin Antalya şəhərində çıxarışlı mənzil təklif edirəm. Salam Melekçiyim, vaxtınız xeyir. Mən sizə desəm ki, Türkiyənin Antalya şəhərində sizə 18.000 manata çıxarışlı mənzil təklif edirəm. Çoxunuz təəccüblənəsiniz ki, 18.000 manata hara, Antalya hara, mənzil hara? Mən sizə izah edeyim. Deməli, Suriyapı İnşaat deyilən bir şirkət var Türkiyədə. Onlar Antalyada evlər tikib, evləri, belə deyim, ilin hər hansı bir ayında, bir həftəlik müddətində sizə satır. Bu nə deməkdir? Tutalım ki, siz seçdiniz may ayının 1-dən 7-sinə qədər olan vaxtı. Hər il may ayının 1-dən 7-sinə qədər gedəndə o ev sizin öz evinizdir. Gedib bir həftə qala bilərsiniz, amma ilin bir həftəsini. Təbii ki, hər il Türkiyəyə getmirsiniz istirahətə. Getmədiyiniz aylarda da o bir həftə vaxtı Suriyapı İnşaat verir icarəyə. İcarə qiyməti də belə deyim 1200-1500 manat arası olur. Yəni 17-18 ildən sonra həmin o verdiyiniz o 18.000 manat ödəniş o belə deyim bir-birini tamamlayır və hər il o bir həftədən siz icarə gəlirindən qazanırsınız. Və yaxud da ki, kirayə vermirsiniz, hər il gedib özünüz qalırsınız. Və bu verdiyiniz 18.000 manat ki, o bir ilin bir həftəsinə o Suriyapı İnşaat üçün o get-gedə dəyərlənir və hər il 7% bahalaşmasından da qazanırsınız, icarə gəlirindən də qazanırsınız.